Əslində bizim bu dünyada heç nəyimiz yoxdur. Ey malı ilə, mülkü ilə öyünən qardaşım, bu kadrlara diqqətlə bax. Hər birimiz üçün o var. Bəzilərimiz ola bilsin ki, heç bu da qismət olmadı. Çünki hər kəsənin bir qədəri var. Amma ölüm elə bir şeydir ki, hər bir nəfs onu dadacaqdır. Allah təbarək və təala Quran-ı Kərimdə deyib. Evlərin var, mülklərin var, sot torpaqların var. Deyirsən, yox. Onların heç biri sən deyir. Onların hamısı bu dünyada qalacaq. Sənə qismət olan bax bu çuxurdur. Mənə də, o birisilərə də. Elə isə bu dünya naminə bir-birimizin ətini didməyə, bu dünya naminə gecə-gündüz çabalamağa, bu dünya naminə həyatımızı israf etməyə və Allah təbarək və təala ibadəti bir kənara qoyub bütün dünya həyatımızı bu dünya uğruna xərcləməyə dəyərmi? Bir şey ki, sonu budur.